Allah subhanahu teala müvəffəq etsin. Kitabımızın davamını götürürük. Təvhid kitabı, Kitab-ı Təvhid və 8-ci babı götürürük. Bab məcəə fir-ruqa və təməim. Təmimə və ruqiyyə haqqında gələnlər fəsli. Təmimə və ruqiyyə haqqında gələnlər fəsli. Və keçən dərsdə müəllif rahmehullah halqanın, dəmir halqanın, ondan sonra ipdən olan, parçadan olan, qola bağlanan o parçaların şirk olması babının fəslini gətirdiyi, ondan sonra bunu sanki təvhidi, yəni burada biraz da daha da təfsilat verir. Yəni daha da təfsilat verir bu fəsildə. Sanki bunlar bir-birinin ardıncılığı, yəni müəllif rahmehullah gözəl şəkildə gətirmiş olur. Gözəl şəkildə gətirmiş olur. Birinci sanki təvhidin kamilliyin, yəni aparan təvhidin kamalın, vacib təvhidin kamilliyin ən zidd olan məsələləri gətirdi və sonra da yəni sanki bu babda ona biraz da təfsilatlı gətirdi. Və müəllif rahmehullah burada buyurur, təmimə və ruqiyyə babında gələnlər fəsli. Təmimə dedik ki, hiyə kullu mə yuallaqu bi qasd raf'il bəla ba'da nuzulihi aw daf'ihi qabla nuzulihi. Təmimə o şeyə deyilir ki, qardaşlar, barakallahu fikum. Təmimə o şeyə deyilir ki, bəla gəldikdən sonra onu qaldırmaq üçün insana bir xəstəlik verib, hər hansısa bir, yəni müsibət, bəla baş verib, xəstəlik, hər hansısa bir şey baş verib, onu qaldırmaq üçün və yaxud da o gəlməmişdən öncə onun qarşısını almaq üçün aslında hər bir şey. İnsanın üzərindən, qolundan, evindən, maşınından, yəni o asılan şeylər var. Görürsən, insanlar keçən dəstədə qeyd etdiyi də, barakallahu fikum. Yəni nal asılır, yəni üzəri asılır, gözümüzü asılır. Yəni əsasən boyundan asılan şeylərə, qoldan asılan şeylərə ümumən yəni asılan hər bir şey, maşından asılan, yəni üzərli olsun, nə bilim, qara tikan olsun, yəni o asılan hər bir şey, onların hamısı təmimənin içində gedir. Yəni bəla baş verdiyi, bir müsibət, bir bəla gəldirdikdən sonra onu qaldırmaq üçün və yaxud da o gəlməmişdən öncə onun qarşısını almaq üçün, məsələn, gözləmənin qarşısını almaq üçün görürsən nə deyir? Cürbəcür nal asırlar, it başı asırlar evlərindən və yaxud da cürbəcür şeylər. İndi müəllif rahmehullah gələcək, müəllif rahmehullah burada fikir verirsə öncəki babda, öncəki fəsildə ipin, qoldan asılan ipin və halqanın şirk olduğu deyir, şirk olması fəsli. Amma burada təmimə və ruqiyyə haqqında gələnlər fəsli. Bunların şirk olmasını demir. Çünki burada nədir? Burada bunların, daha doğrusu ruqiyyədə, təmimədə ixtilaf var. Çünki təmimədən Quran-Kərimdən olan şeylər var. Yəni bəzi hansı sələflər icazəli görüblər bunu. Yəni Quran-Kərim ayələrini yazıb nədir, boyundan asma, bu şeylər sələflərdən, yəni bəzi sələflər bunu icazəli görüblər və müəllif rahmehullah da burada birbaşa nədir, ona şirk demir, yəni birbaşa şirk demir, yəni həmçinin ruqiyyənin də yəni icazəli və icazəli olmayan növləri var ki, inşallah Allahın müvəffəqiyyəti ilə bunları inşallah biz bəyan edəcəyik. Və həmçinin müəllif rahmehullah burada fikir verdirsə, bəb məcəə fir-ruqa və təməim, yəni ruqiyyə və təmimə babında gələnlər fəsli. Burada ruqiyyə ilə təmimənin ikisini bir yerdə gətirir. Və buna da bir neçə səbəb var. Birincisi ona görə ki, çünki qadağan olan ruqiyyə ilə təmimədə nədir? Bir onların arasında bir oxşarlıq var. Qadağan olan ruqiyyə ilə qadağan olan təmimə, bunların arasında bir oxşarlıq var. Və həmçinin o ruqiyyə ki və yaxud da o təmimə ki qadağan olunan təmimədir, nədir? O görürsən ona qadağan olunan ruqiyyələr olur. İndi necə ki İbn Məsud radiyallahu anh'ın da qissəsində gələcək. İbn Məsud radiyallahu anh hədisdə də gəlir. İbn Məsud radiyallahu anh zövcəsinin boğazından ipi qopardır və deyir bu nədir? Hansı ki, o da deyir ki, buna ruqiyyə oxunmuş bir ipdir. Yəni boğazından ağrısına görə, xəstəliyə görə astığı, yəni ruqiyyə oxunmuş ipdir deyir. Yəni həmin o ruqiyyə, qadağan olunmuş ruqiyyə və ip özü də qadağan olunmuş təmimədir. Yəni bunlar ikisi bir-birdir və həmçinin yəni bunların yəni adının bir yerdə gətirilməsi ki, ruqiyyə və təmim babında gələnlər nədir? Hədisdə bunların adlarının da eyni gəlməsi. Necə ki Allah Rasulundan sallallahu aleyhi və səlləm gəlir: "İnnər-ruqa və təmaimə və tivalə şirkun." Həqiqətən ruqiyyə, təmimə və tivalə şirkdir.
Amma bu da nə deyim, müəllif rahmehullah da bunun üçün bunların, yəni fəslin adını da bu ikisini bir yerdə gətirmişdi. Yəni ruqyə və təməim, sanki bunlarda bir uyğunluq vardır. Barakallahu fikum. Və ər-ruqa cəm'u ruqiyyətin, yəni ruqa, yəni ruqiyyənin cəm forma, cəm sözüdür, cəm formasıdır. Və ruqiyyə nədir? Ruqiyyə, alimlər deyirlər ki, ruqiyyə ümumən lüğətdə ruqiyyə o qorunmaq üçün istifadə olunan tilsim sözlər, yəni bu şeylərdir. Yəni ruqiyyənin mənası ennəhə əlfadun və əqvalun tuqalu və tuqra'u bi qasdi dəf'il bəla'i qabla nuzulihi əv raf'ihi ba'da nuzulihi. Deməli, ruqiyyə nədir, qardaşlar? İndi Allahın müvəffəqiyyətindən bu dərsdə inşallah ruqiyyə nədir, ruqiyyə necə olunur, ruqiyyənin formaları, qadağan olunan, icazə olunan formalarını inşallah götürəcək Allah subhanahu ta'ala izni ilə. Ruqiyyə nədir? Ruqiyyə nəyə deyilir? Ruqiyyə o şeylə deyilir ki, ruqiyyə, yəni o ləfzlər, sözlər ki var, oxunur. Oxunan ləfzlər, sözlər nə məqsədlə oxunur? Bəlanı aradan qaldırmaq üçün, yəni baş verən bəlanı qaldırmaq üçün və yaxud da baş verəcək bir bəlanın qarşısını almaq üçün. Misal üçün, insan görürsən nə deyir? İnsana hər hansısa bir göz dəymədənmi, görürsən göz dəymə baş verir, nə edir? Özü ruqiyyə edir. Və yaxud da görürsən nə deyir? Cin toxunub, özünü ruqiyyə edir. Və yaxud da yəni, onun qarşısını almaq üçün oxuduğum, misal üçün, Allah Resulü sallallahu aleyhi ve sellem uşaqları oxumaq üçün nə edərdi? Yəni onları göz dəymədən qorumaq üçün onlar üçün dua oxuyardı. Bu nədir? Deməli, oxunan sözlər və ləfzlər hansı qəsdlə, o qəsdlə ki, baş verən bəlanı aradan qaldırmaq üçün və yaxud da baş verəcək bəlanı dəf etmək üçün. Yəni, baş verməmişdən öncə onun dəf olunması üçün oxunur. Bu nədir? Bu ruqiyyədir. İstər bunu insan özü üçün oxusun, istər digərlərin oxusun, bu da nədir? Bunların hamısı ruqiyyə adlanır. Yəni, istər insan onu özünü oxusun və yaxud da insan istər onu başqasını oxusun. Və burada ruqiyyə haqqında bir çox hədislər rəvayət olunub. Və ruqiyyənin, yəni burada bunların bu hədisləri ki, hamısını cəm eləmək lazım. Yəni ruqiyyənin indi burada qeyd ediləcək, müəllif rahmehullah da gətirir, şeyx də gətirir burada. Yəni ruqiyyə haqqında yəni elə hədislər rəvayət olunub ki, həmin o hədislərdə ruqiyyənin şirk olduğu bilinir. Yəni ki, müəllif rahmehullah da burada gətirdiyi kimi, İnnər-ruqa və təməim və tivalətə şirkun. Həqiqətən ruqiyyə, təmimə və tivalə şirkdir. Yəni bu hədisdə nədir? Bu hədisdən görür ki, ruqiyyə olunmaq şirkdir. O başqa hədislərdə gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm ruqiyyəni qadağan etmişdir. Yəni ki, Səhih Müslimdə Əli Amr ibn Həzm radiyallahu anhu Allah Resulü sallallahu aleyhi və səlləmin yanına gəlir və deyir ki, Ya Resulallah, innehu kənət lənə ruqiyyətən minəl-əqrab və innəkə nəhəytə anir-ruqa. Deyir ki, Ya Resulallah, sahabədir ki, ey Allahın elçisi, biz əqrəbdən ruqiyyə olunmaq üçün, əqrəbin sancmasından ruqiyyə olmaq üçün bizim bir ruqiyyə edirdik, bir ruqiyyəmiz vardı. Və sən ruqiyyəni qadağan etdin. Yəni bu hədisdən bir parçadır. İnşallah qarşıda həmin hədisi tam gətirəcək. Yəni burada bu hədisdən nə götürür? Yəni sahabə deyir ki, ya Rasulullah, sən ruqiyyəni qadağan etmişdin. Yəni bu nədir? Burada bu hədisdə dəlalət var ki, Allah Resulü sallallahu aleyhi və səlləm ruqiyyəni qadağan etmişdir. Və həmçinin başqa hədisdə gəlir ki, hansı ki öncəki bablarda bunu götürmüşdük. Düzdür, bu ləfz şəzdir, bunu qeyd etmişdik. Lə yarqun, qarşıda da gələcək. Yəni onlar ruqiyyə olunmazlar. O 70 min nəfərin qissəsində 70 min nəfərin sorğu sualsız, hesabsız cənnətə girməsi hissəsində. Düzdür, bu ləfz şəzdir. Amma nədir? Yəni bu ləfz olaraq da bilənçi gəlir. Yəni nədir? Məkruh babında, yəni ki, onların ruqiyyə olunmaları sanki bu hədisdə məkruh kimi görsənir. Və həmçinin başqa hədislərdə görürük ki, Allah Resulü sallallahu aleyhi və səlləm ruqiyyəni müəyyən bir xəstəliklərə aid edir. Deyir ki, Lə ruqiyyətə illə min aynin o hümətin. Yəni, ruqiyyə deyir, yalnız gözdəymədən və sancmadan olur. Ruqiyyə yalnız gözdəymədən və sancmadan olur. Yəni, bu nədir? Buradan görür ki, ruqiyyə haqqında bir neçə növ hədislər gəlir. Və bu 4 növ hədislərin müqabilində, yəni birincisi deyir ki, nədir? Ruqiyyə haqqında hədis gəlir ki, şirkdir.
İkinci gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem qadağan etmişdir. Üçüncü gəlir ki, məşruhdur, bəyənilməyən. Dördüncü gəlir ki, müəyyən xəstəliklər haqqında xas gəlir. Bunların qarşılığında isə yəni bir çox hədislər gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem həmin hədislərdə ruqiyyə icazə verir və həmin hədislərdə yəni özü ruqiyyə edib, özü ruqiyyə olunub. Hansı ki Allah Resulü sallallahu aleyhi ve sellemin hədislərdə gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem özü ruqiyyə edirdi. Və həmçinin gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem yəni özü ruqiyyə olunur. Yəni bu haqqda çoxlu hədislər gəlir. Necə ki Ayşə radiyallahu anhənin hədisində gəlir ki, deyir Ayşə radiyallahu anhə deyir ki, "Ənnən Nəbiyyə sallallahu aleyhi ve sellem كان إذا عاد مريضا رقاه بقوله أذهب البأس رب الناس واشف أنت الشافي لا شفاء إلا شفاءك شفاء لا يغادر سقما." Yəni Ayşə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem xəstə xəstəni ziyarət edərkən bu duanı yəni onu ruqiyyə edərdi. Xəstəni ziyarət edərkən onu ruqiyyə edərdi və bu duanı oxuyardı ki, ey insanların Rəbbi, yəni bu xəstəliyi bu insandan qaldır və buna şəfa ver. Həqiqətən də sənin şəfandan başqa bir şəfa yoxdur. Elə bir şəfa ver ki, yəni o bu xəstəlikdən bir əsər əlamət buraxmasın. Yəni bu xəstəlikdən bir yəni əlamət qalmasın bu xəstədə. Bu da nədir? Allah Resulü sallallahu aleyhi ve sellem xəstəni ziyarət etdiyi zaman bu cür onu ruqiyyə edirdi. Ayşə radiyallahu anhədən gəldiyi kimi. Və həmçinin başqa hədisdə gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem özü ruqiyyə olunub. Necə ki, Cəbrail aleyhisselam gəlir, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, "Ya Muhammed sallallahu aleyhi ve sellem əştəkid", yəni nəsə narahatçılığın var, nədən şikayət edirsən? Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, "Nəam, bəli" deyir. Və Cəbrail aleyhisselam deyir, duyur ki, "Bismillah arqiq min kulli şeyin yu'zik min kulli zi nefsin ev aynin hasidin. Bismillah arqiq Allahu yeşfik." Yəni Cəbrail aleyhisselam da bu duanı oxuyaraq Allah Resulü sallallahu aleyhi ve sellemi ruqiyyə edir. Yəni Allahın adı ilə səni ruqiyyə edirəm, sənə əziyyət verən hər bir şeydən, bütün pis nəfsdən və paxıl, yəni həsədkar, paxıl nəfsdən və paxıl gözdən Allahın adı ilə səni ruqiyyə edirəm, Allah sənə şəfa versin. Yəni nədir? Allah Resulü sallallahu aleyhi ve sellemi ruqiyyə edərdi. Və həmçinin başqa hədislərdə də görürük ki, Allah Resulü sallallahu aleyhi ve sellem ruqiyyəyə icazə verir ta o vaxta qədər ki, yəni müəyyən hədd var ki, ora qədər icazə verir. Hədisdə də bəyan olunacaq. Hansı həddə o? Yəni artıq haram olan həddə qədər nədir? Ruqiyyə icazə verir. Artıq o harama girən ki, hədd ki var, orada artıq nədir? Oradan ruqiyyəni qadağan edir. Hansı ki, hədisdə gəlir ki, Avf ibn Malik əl-Əşcə'i radiyallahu anhu deyir ki, "Qulna ya Rasulullah innehu kanat lana ruqa narqi biha fil cahiliyyati femaza tara?" Deyir ki, sahabə deyir ki, ey Allahın elçisi sallallahu aleyhi ve sellem, biz deyir cahiliyyə dönəmində deyir bir ruqiyyə edirdik. Bizim bir ruqiyyəmiz vardı, ruqiyyə edirdik. Və deyir sən buna necə baxırsan? Yəni bu haqqda nə deyirsən? Və Allah Resulü sallallahu aleyhi ve sellem ki, "A'ridu aleyyə ruqakum la bə'sə bir ruqa ma lam yakun fiha şirkun." Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, yəni həmin o ruqiyyənizi, o elədiyiniz o ləfsləri, o sözlər ruqiyyənizi mənə ərz edin. Yəni mənə oxuyun, mənə deyin görüm. Əgər orada şirk yoxdursa, həmin o ruqiyyədə şirk yoxdursa, burada heç bir problem yoxdur. Əgər orada şirk yoxdursa, o zaman orada problem yoxdur. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem burada artıq nədir? Ruqiyyə icazə verir. Hansı həddə qədər yəni şirk olmayan ruqiyyəyə icazə verir Allah Resulü sallallahu aleyhi ve sellem. Və həmçinin başqa hədislərdə nə deyir? Görür ki, Allah Resulü sallallahu aleyhi ve sellem əmr eləyir və təşviq eləyir ruqiyyə etməyə və deyir ki, yəni, o filan kəsi qadını ruqiyyə edin. Və həmçinin Ayşə anamızdan radiyallahu anhədən gəlir ki, deyir Allah Resulü sallallahu aleyhi ve sellem mənə gözləymədən ruqiyyə etməyi, ruqiyyə olunmağı əmr edərdi deyir. Və həmçinin Səhih Müslimdə gəldiyi kimi, o yuxarıda keçən hədisdə dedi, yəni Əli Amr ibn Hazm rahimehullah deyir ki, "Ya Resulullah, inneke neheyte anir ruqa ve innehu kânet indena ruqa minel aqrab." Fekâlen Nebi sallallahu aleyhi ve sellem "E'ridu aleyye." ثم قال لا أرى بأسا ثم قال صلى الله عليه وسلم من استطاع منكم أن ينفع أخاه فليفعل.
Əli Amr ibn Həzm radiyallahu anhu deyir ki, dedi ki, ya Rasulallah, yəni sən ruqyəni qadağan etmişdin. Bizdə də yəni əqrəb sancmasından etdiyimiz bir ruqiyyə var idi. Ruqiyyə forması var idi. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, o ruqiyyənizi mənə ərz edin. Və sonra o ruqiyyəni Allah Resulü sallallahu aleyhi və səlləm ərz olunandan sonra, yəni o deyiləndən sonra Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, yəni burada bir problem yoxdur. Və sonra Allah Resulü sallallahu aleyhi və səlləm həmin o sözün ardınca deyir ki, kim öz qardaşına fayda verə bilirsə, qoy ona fayda versin. Kim öz qardaşına fayda verə bilirsə, qoy ona fayda versin. Və başqa hədisdə Cabir radiyallahu anh hədisində deyir ki, bizim bir dayımız var idi, o ruqiyyəni əqrəb sancmasından ruqiyyə edirdi. Və sonra Allah Resulü sallallahu aleyhi və səlləm yanına gəlir, deyir ki, ya Rasulallah, sən ruqiyyə etməkdən qadağan etdin və mən də əqrəb sancmasından ruqiyyə edirdim. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mən istata'a minkum ən yənfə əxahu fəliyəfəl. Sizlərdən kim öz qardaşına fayda verə bilirsə, qoy bunu etsin. Yəni ruqiyyə edib öz qardaşını ruqiyyə edə bilirsə, ruqiyyə edirsə, qoy bunu etsin, öz qardaşına fayda versin. Və bu da nədir? Yəni bu hədisləri barakallahu fikum, bu hədisləri cəm etmək. Bu hədisləri cəm etmək. Yəni bəzi alimlər deyiblər ki, o qadağan olunmuş ruqiyyə haqqında deyirlər ki, sonradan icazə olunması deyirlər ki, yəni burada nəsx olub, əvvəl yəni qadağan olunmuşdu, ondan sonra nəsx olub, amma Allah daha doğrusunu bilir. Nəsxdən qabaq cəm etmək müqaddəm, yəni cəm etmək ən birinci cəm etməkdir. Bir şeydə ixtilaflı məsələ olduğu qarşılıq, yəni ziddiyyət gəldiyi zaman. Ən birinci cəm olunur həmin hədislər. Əgər cəm etmək mümkün olmadığı halda o zaman nəsxə, mənsuxa baxılır. Və bu hədislərdə də nə deyir? Bunları bir cəm etmək çox asandır. Bunları cəm etmək çox asandır. Yəni o hədis birinci deyir ki, hansı ki gəlir ki, onlar 70 min nəfər haqqında, onlar ruqiyyə olunmazlar və yaxud da ruqiyyə olunmazlar. Bu deyir ki, bu ləfz şəzdir. Yəni digər ravilər hamısı nə deyir? Lə yəstərqun, yəni ruqiyyə istəməzlər kimi gəlib. Və bu da nədir? Bu ləfz həmin o gələn ləfzlərə şəzdir. Yəni bu ləfz lə yərqun, onlar ruqiyyə olunmazlar. Bu şəzdir. Və Allah Resulü sallallahu aleyhi və səlləm ruqiyyəni şirk kimi vəsf etməsi ki, innər ruqa və təməimə və tivələtə şirkun. Həqiqətən ruqiyyə, təmimə və tivēlə şirkdir. Yəni burada ruqiyyəni şirk adlandırır. Burada da nə deyir? Bu müəyyən vəsflər ki var, müəyyən ruqiyyənin müəyyən növləri var. Hansı inşallah qarşıda qeyd ediləcək. Həmin o növlərindədir, həmin o növlərdədir qəsd. Yəni həmin o növlər şirkdir. Həmin o növlər şirkdir. Yəni amma ondan qalan o şirkə düşməyən növlər ki var, onlar icazəlidir. Amma həmçinin Allah Resulü sallallahu aleyhi və səlləmin bu müəyyən xəstəliklərdə ruqiyyəni xüsusiləşdirməsi ki, la ruqyətə illə min aynin o həmmətin, yəni ruqiyyə yalnız gözdəymədən və sancmadan olur. Yəni nəyinsə sancmasından, ilan, əqrəb sancmasından olur. Yəni burada da səhih olan odur ki, barakallahu fikum, yəni bu xəstəliklərdə ən faydalı üslub, yəni ruqiyyədir. Yəni göz dəymədən və sancmadan ən faydalı müalicə yolu ruqiyyə olunmasıdır. Ən faydalı müalicə olunması ruqiyyədir ki, alimlər bu haqda danışıblar. Yəni çünki başqa bir rivayətdə gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm ruqiyyədə, sancmada və bir də nəmlə. Nəmlə nə deyir? İnsanda olan, bədəndə olan bir yaradır. Yəni ondan deyir, yəni ruqiyyə deyir bu üçündə olur. Yəni üçüncüdə başqa bir xəstəlikdə nə edir? Hə? Üçüncüdə artıq başqa bir xəstəlik də orada qeyd edilir. Buradan da bilinir ki, artıq qəsd, yəni həmin xəstəliklərdə ən faydalı üslub, ən faydalı müalicə yolu ruqiyyədir. Çünki başqa bir hədislərdə də gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm başqa xəstəliklərdən də ruqiyyə edilmişdir ki, Ayşə anamızın radiyallahu anhə hədisində oxuduq. Kənə izə adə məridan. Yəni Allah Resulü sallallahu aleyhi və səlləm bir xəstəni ziyarət etdiyi zaman onu ruqiyyə edərdi. Yəni istənilən burada istənilən bir xəstəlikdən gedir söhbət. Onu xəstə ziyarət etdiyi zaman onu ruqiyyə edərdi. Həmçinin Cəbrail əleyhissalamın qissəsində ki, soruşur ki, yəni sən nədənsə narahatsan, nədənsə şikayət edirsən Allah Resulü sallallahu aleyhi ve sellem. Bu da nədir? O da dəlildir ki, yəni ruqiyyə xas olaraq sancmadan və təkcə göz dəymədən deyilir.
Və Allah Resulü sallallahu aleyhi və səlləmin ruqiyəni icazə verməsi, bu da nədir? Bu da ona dəlildir ki, əgər ruqiyə qadağan olunan, ruqiyədə qadağan olunan şeylər yoxdursa, o zaman ruqiyə etməkdə bir problem yoxdur. Və buradan biz hansı nəticəyə gəlirik qardaşlar? Barakallahu fikum. Yəni ruqiyə iki növdür. Ruqiyə etmək iki növdür. Birincisi məmnu, yəni qadağan olunmuş ruqiyə, ikincisi məşru, yəni icazə olan, yəni şəri ruqiyə. Birincisi qadağan olunan ruqiyə, ikincisi şəri ruqiyə, yəni icazəli olan ruqiyə. Qadağan olunmuş ruqiyənin hallarından elə hal var ki, böyük şirk ola bilər. Allah qorusun, yəni İslamdan çıxardan şirk ola bilər. Və elə halları var ki, kiçik şirk ola bilər. Allah subhanahu taala hər bir halından qorusun. Yəni böyük hal, yəni böyük şirk olan halları nə deyir? Ruqiyə, elə o ruqiyə formaları ki, hansı ki, orada Allahdan qeyrisindən nədir? Orada Allahdan qeyrisinə sığınmaq var. Allahdan qeyrisindən kömək istəmək var. Allahdan qeyrisindən yardım istəmək var. Allah subhanahu taala qorusun, hansı ki, görsən bu cür ruqiyələri günümüzdə də yəni dəccəllər var, insanlar var ki, Allah qorusun bu cür ruqiyələrlə neynirlər? Məşğul olurlar. Yəni buna da ən çox görsən sehirbazlar, falçılar və digərləri neynirlər? Yəni cinlərə ibadət etməklə, şeytana ibadət etməklə və yaxud da Allahdan qeyrisinə ibadət etməklə, Allahdan qeyrisinə sığınmaqla neynirlər? Ruqiyə edirlər. Ki bunlar da nədir? Bunlar böyük şirkdir. Allah subhanahu taala qorusun. Və ikincisi isə bu birinci, yəni böyük şirkə bir nümunə, yəni Allahdan qeyrisinə sığınmaq, Allahdan qeyrisinə bağlanmaq. İkincisi isə bu da böyük şirkə daxildir. Bu ruqiyənin növü də böyük şirkə daxildir. Burada ruqiyə edənin və yaxud da ruqiyə olunanın etiqad etməsi ki, fayda verən ruqiyənin özü və yaxud da ruqiyə edən şəxsdir. Yəni əgər etiqad edirsə ki, fayda verən, yəni şəfanı verən ruqiyə edən şəxsin özüdür, və yaxud da ruqiyənin özüdür, bu da nədir? Bu da böyük şirkin içərisindən daxil olmuş olur. Çünki nədir? Çünki ruqiyyədə şək yoxdur ki, Allah subhanahu wa ta'alanın izni ilə təsir edir. Yəni Allah subhanahu wa ta'alanın izni olmasa, ruqiyyə də təsir etməz. Və həmçinin ruqiyyə edən də nədir? Ruqiyyə edən də bir şeyə sahib deyil. Yəni şəfa vermək, zərər vermək və yaxud da fayda verməyə qadir deyil. Yalnız Allah subhanahu wa ta'alanın izni ilə. Bu nədir? Bunlar ikisi böyük şirkə daxil olur. Amma ikinci isə nədir? Barakallahu fikum. El-qismu thani eş-şirkul asğar. El-qismu thani eş-şirkul asğar. İkincisi isə kiçik şirk. İkincisi isə kiçik şirk. Bu da nədir? Yəni ruqiyanın bəzi növü var ki, kiçik şirkə daxil ola bilər. Bu da hansı ruqiyədir? Görürsən, ləfsləri deyir, bilinmir nə deyir. Yəni hərflər özündən bir cürbəcür hərflər deyir, nə deyir, ləfslər deyir, mənası bilinmir, mənası başa düşülmür ki, bu nə deyir. Bu həmin şeylər, yəni şək yoxdur ki, yəni bunun yəni sarı, açıq aşkar, yəni şirk olduğu da bilinmir həmin ləfslərin. Və ümumiyyətlə mənası da başa düşülmür. Bu da nədir? Mənası bilinməyən kəlmələrdir. Bu da nədir? Şək yoxdur ki, kiçik şirkdir. Çünki Allah subhanahu ta'alanın səbəb etmədiyi şeyi səbəb götürərək nə etmək? Yəni onu Allah subhanahu ta'alanın istər şəri cəhətdən, istər də qədəri cəhətdən səbəb etmədiyi bir şeyi səbəb götürmək. Bu da nədir? Bu da kiçik şirkə daxildir. Və yaxud da həmin ruqiyyədə Allahdan qeyrisinə and içmək olsun. Allahdan qeyrisinə and içmək olsun. Yəni istər mələyə, istər peyğəmbərə, istər cinnə və yaxud da Allah qorusun nəyəsə, yəni Allahdan qeyrisinə and içmək, hansı ki bu da Allah Rasulunun sallallahu aleyhi ve sellem hədisində gəlir. Mən hələfə bi qayrillahi fəqad kəfərə o əşrak. Yəni kim Allahdan qeyrisinə and içərsə, artıq küfür etmiş olar və yaxud da şirk etmiş olar. Bu da nədir? Yəni buradan qəs, küfürdən, şirkdən qəs, yəni kiçik şirk və kufrun duna kufr, yəni kiçik küfür, yəni İslamdan çıxartmayan. Və üçüncü növ qadağan olunan ruqiyyənin üçüncü növlərindən isə ruqiyyə edənə bağlanması, qəlbən bağlanması.
görsən nədir ruqyə? Yəni ruqyənin təsiri Allah Subhanahu taalandır. Allah Subhanahu taalanın izni ilədir ruqyənin təsiri. Və yəni təsiri Allah Subhanahu taalanın kəlamlarıdır. Təsirdən də Allah Subhanahu taalanın kəlamlarıdır. Və görsən nədir? Bir insan yəni ruqyə olunan qəlbində bağlandığı işi yox, mən filankəs ruqyə eləsin. Filankəs ruqyə eləsin, filankəs ruqyə eləsin. Sanki nədir? Qəlbi ilə elə bir şey, sanki Allaha daha çox yox, yəni həmin insana sanki yönələn. Bu da nədir? Bu da şək yoxdur ki, nədir? Şirkin şöbələrindəndir. Allah Subhanahu taala qorusun. Bu da nədir? Bu da qadağan olunan hallardır ki, insan qəlbi ilə tam olaraq Allah Subhanahu taalaya yönəlməlidir. Və gəldi şəri ruqiyyəyə, icazəli olan ruqiyyəyə. İcazəli olan ruqiyyə alimlər ittifaq ediblər ki, bir yəni ruqiyyədə bu üç şey cəm olarsa, artıq o şəri ruqiyyədir, icazəli olan ruqiyyədir. Deməli, ruqiyyədə bu üç şey cəm olarsa, artıq o icazəli olan ruqiyyədir. Birincisi, ən təkune bi kələmillah. أو بأسمائه وصفاته ولا شك أيضا أن ما كان من أحاديث النبي صلى الله عليه وسلم الثابتة عنه داخل في ذلك أيضا. Birincisi, deməli, dedi ki, alimlər ittifaq ediblər ki, bir ruqiyyədə bu üç dənə şey cəm olarsa, o artıq şəri, yəni icazəli olan ruqiyyədir. Birincisi, Allahın kəlamı ilə olması, yəni Quran-ı Kərimlə və yaxud da Allah Subhanahu ad və sifətləri ilə. Və yaxud da Allah Resulü sallallahu aleyhi və səlləmin hədislərində, yəni səhih hədislərində gələn o dualar, hansı ruqiyyə formaları, hansı qarşıda oxuduq onlar. Yəni Allahın kəlamı ilə, Allah Subhanahu taalanın ad və sifətləri ilə dua edərək, Allah Subhanahu taalaya sığınaraq və həmçinin Allah Resulü sallallahu aleyhi və səlləmin hədislərində, Allah Resulü sallallahu aleyhi və səlləmin hədislərində gələn o ruqiyyə dualar ki var, onları oxuyaraq nə etmək, dua etmək. Bunlar nədir? Birinci bu, yəni bu qəbildən olsun, yəni Allahın kəlamı olsun, Allah Subhanahu taalanın ad və sifətlərinə Allaha sığınmaq. Və yaxud da Allah Resulü sallallahu aleyhi və səlləmin hədislərində gələn o dua növləri, məsələn oxuduğu Əzhibil bə'sə rabbən-nas və şfi entə şəfi la şifaa illə şifauk şifaan la yuğadiru saqama. Yəni bu duanı oxumaq. İkincisi, deməli birincisi Allahın kəlamı, Allahın ad və sifətlərinə Allah Subhanahu taalanı istəmək və Allah Resulü sallallahu aleyhi ve sellem hədislərində gəlmək. İkincisi, ən təkune hədihir ruqiyyətə bi kələmin arabiyyin vadih. Yəni ikincisi isə nədir? Həmin bu ruqiyyə, yəni ərəb dilində, yəni bilinən kəlmələr olmalıdır. Yəni ərəb dilində başa düşülən sözlər, bilinən sözlər olmalıdır. Yəni nədir? Yəni başa düşülməyən, bilinməyən sözlər olmalı deyil. Yəni mənası bilinən, necə ki, hədisi oxuduq, hədis nədir? Açıq-aşkardır, mənası da başa düşülür ki, insanların Rəbbi bu xəstəliyi apar. Nədir? Bu açıq-aşkar başa düşülür, mənası bilinir. Nədir? Bu Allah Subhanahu taalanın istəyir. Amma yəni ikincisi də yəni açıq-aşkar ərəb dilində olan kəlamlarla olmalıdır. Açıq-aşkar ərəb dilində olan kəlamlar, yəni başa düşülən kəlamlarla olmalıdır. Yəni ki, həmin ruqiyyənin mənası bilinməlidir, başa düşülməlidir. Əgər artıq o başa düşülməyən kəlmələrdən istifadə olunursa, şək yoxdur ki, artıq bu nəyə daxil olmuş olur? İcazəli olmayan ruqiyyəyə daxil olmuş olur. Və üçüncüsü isə, deməli üçüncüsü isə ən yəkunəl i'timadu fir-ruqiyyəti aləllahi subhanahu və teala. Üçüncüsü isə ruqiyyədə etimad Allah Subhanahu və Taala'ya olmalıdır. Yəni istər ruqiyyə edən, istər də ruqiyyə olunan bilməlidir ki, bu ruqiyyə edən də, ruqiyyə etməsi də mücərrəd olaraq bir səbəbdir. Şəfanı verən kimdir? Şəfanı verən Allah Subhanahu və Taala. Yəni təvəkkül olaraq ruqiyyə edən də, ruqiyyə olunan da hər ikisi tam olaraq təvəkkül edərək, yəni yalnız Allah Subhanahu və Taala'ya təvəkkül etməlidir. Deməli, birinci növ nə oldu? Barakallahu fikum. Birinci, yəni Allahın kəlamları, Quran-ı Kərim olmalı ruqiyyə, Allah Resulü sallallahu aleyhi ve sellem hədislərində gələn dualar. İkincisi, ərəb dilində başa düşülən mənalar, yəni ərəb dilində kəlamlar, ərəb kəlamları, ərəb sözləri, başa düşülən sözlər. Üçüncüsü də nədir? Ruqiyyədə tam olaraq Allah Subhanahu və Taala'ya etimad olunmalıdır. Əgər bu üç şərt bir ruqiyyədə cəm olarsa, artıq nədir? Bu icma, yəni alimlərin ittifaqı ilə şəri ruqiyyə sayılır. Şəri ruqiyyə sayılır.
Və ruqyənin hökmü barədə barakallahu fikum, yəni bir insanın ruqyə etməsi, istər özün, istərsə də digərin. Yəni şəri ruqyə etməsindən gedir söhbət. Şərh yox ki, bu nədir? Bu müstəhəbdir, yəni sünnə olan bir əməldir. Müstəhəbdir insanın özünün ruqyə etməsi və yaxud da başqasının ruqyə etməsi, bu nədir? Müstəhəb olan, sünnə olan bir əməldir. Qulun özünün ruqyə etməsi və hətta başqasının artıq digərində ruqyə etməsi nədir? Bu artıq, barakallahu fikum, müsəlman qardaşına da fayda verməsidir. Müsəlman qardaşına da fayda verməsidir. Yəni, çünki bir qulun ruqyə etməsində nədir? Ruqyə etməsində Allah subhanahu wa ta'ala yönəlmə var. Allah subhanahu wa ta'lanın qarşısında zəll olma var. Allah subhanahu wa ta'ala təvəkkül etmə var. Yəni, ruqyə edən şəxs. Yəni, bu da nədir? Bu da artıq ibadətdir. Bu da artıq ibadətdir. Bu da artıq ibadətdir və hansı ki, burada da tövhidin 3 qismi də cəm olunmuş olar. Və ikincisi də digərində ruqyə etdiyi zaman artıq bu nədir? Burada yəni müsəlman qardaşına fayda vermiş olur. Allah Rasulunun sallallahu aleyhi və səlləmin hədisində keçdiyi kimi mən istata'a minkum an yanfa axahu falyafal. Sizlərdən kim öz qardaşına fayda verirsə, bunu etsin. Bu da nədir? Şəri ruqyədə olunan, şəri ruqyədə nədir? Şəri ruqyə edənin hökmü, yəni sünnədir, müstəhəbdir, onun haqqında başqasına etdiyi zaman da qardaşına da fayda vermiş olur. Və amma yəni o ruqyə olunan kəs haqqında isə, bu da icazəlidir. Yəni bir nəfərin öz qardaşını ruqyə etməsi, yəni o ruqyə olunan kəs ki var, onun haqqında icazəlidir ki, o ruqyə olunsun. Onun haqqında icazəlidir ki, o ruqyə olunsun və burada heç bir problem yoxdur. Və yəni istəmədən, başqasının istəmədən Allahın izniyle barakallahu fikum. Amma ruqyə istəmək isə yaxşı deyil. Bu da nə üçün? Allah sizlərə bərəkət versin. Bildiyimiz kimi, keçən dərsdə də qeyd etdiyimiz kimi, yəni çünki böyük bir əcrdən, böyük bir fəzilətdən, hansı ki 70 min nəfər ki var, sorğu-sualsız cənnətə girən, onların sırasına elə bir ki girmir. Yəni onu istədiyi zaman, ruqyə istədiyi zaman o həmin o fəzilətdən məhrum olmuş olur. Və sonra ruqyənin forması. Ruqyə necə olur qardaşlar? Ruqyə necə olur? Ruqyə aynı Allah Resulü sallallahu aleyhi və səlləmin hədislərində və sələflərdən ruqyənin formaları gəlib. Ruqyənin formaları gəlib. Ən birincisi insanın ruqyə etməsi, yəni şəri ruqyədən gedir söhbət. Yəni Quran oxuyarkən, hədisləri oxuyarkən, digər ruqyə edərkən nəfəslə və yaxud da yəni yüngül tüpürcəklə etməsi. Yəni nədir bu? Nədir? İcazəlidir. Yəni ruqyəni, Quranı oxuyur və yaxud da yüngül nəfəs verdiyi zaman yəni yüngülcə tüpürcək olur. Amma tüpürcək deyilsə ondan artıq nədir? Biraz daha artıq olur tüpürcək. Necə ki, bu Allah Resulü sallallahu aleyhi və səlləmin hədisində gəlir. Ayşə radiyallahu anhə deyir ki, kənə izə mərədə əhədun min əhlin nəbi sallallahu aleyhi və səlləm nəfəsə aleyhi bil-muavvəzət. Yəni Allah Resulü sallallahu aleyhi və səlləmin əhlindən, ailəsindən kimsə xəstələnərdirsə, Allah Resulü sallallahu aleyhi və səlləm muavvəzət, yəni o İxlas, Fələq, Nas surələrin, bu surələri ona oxuyar və nəfəs, yəni o nəfəslə onlara oxuyardı. Nəfəs verərdi, yüngülcə nəfəs verməklə onlara həm bu surələri oxuyardı. Və həmçinin yüngülcə tüpürmək haqqında gələn hədisdə bu da nədir? Sabit olmuşdur. Allah Resulü sallallahu aleyhi və səlləmin sahabələrindən, hansı ki səfərdə olurlar və bir qövmün başçısı sancılır, onu əqrəb sancır və həmin bir sahabə orada ona nə edir? Ruqyə edir. Və həmin o ruqyə etdiyi zaman ona Fatihəni oxuyur və o Fatihəni oxuduğu zaman da nə edirdi? Onun üzərinə həmin o sancılan yerə tüpürürdü. Və bu da nədir? Həmin hədislərin dəlil olaraq götürür. Və ruqyənin ikinci forması nəfəs etmədən, yəni nəfəs vermədən və yaxud da tüpürmədən olunan ruqyə. Bu da nədir? Bu da icazəlidir, barakallahu fikum. Yəni sadəcə Quranı Kərimi oxumaqla onu ruqyə etməsi ki, bu da nədir? İcazə olunur. Bu da icazə olunan növdür. Hansı ki Allah Resulü sallallahu aleyhi və səlləmin hədislərində də gəlmişdir. Ayşə anamızdan gələn hədis yuxarıda oxuduq ki, əgər Allah Resulü sallallahu aleyhi və səlləm bir xəstəni ziyarət etdiyi zaman onun üçün ruqyə oxuyardı. Hansı ki, həmin İdhəbil bəs Rabbən nəs, insanların Rəbbi
bu xəstəliyi bundan aparır. Orada yəni nə deyir? Orada nəfəs verməyə və ya da tüpürməyə gəlmir. Və həmçinin başqa hədisdə Ənəs radiyallahu anhu öz tələbəsini ziyarət eləyir və xəstə olur. Və onu ruqiyyə eləyir. Allah Rasulü sallallahu aleyhi və səlləmin ruqiyyəsini eləyir. Yəni bu oxuduğu rulanı və orada da nəfəs verməsi və gəlmir. Və həmçinin Cəbrail əleyhissalamın hədisi orada da nə deyir? Nəfəs verməyə gəlmir. Və deməli birinci nəfəs verməklə və yüngül yaxud da tüpürməklə olunan ruqiyyə, ikincisi yəni nəfəs vermədən və yaxud da tüpürmədən olunan ruqiyyə, üçüncüsü insan həmin o ağrıyan yerə əlin qoymaqla, əlin sürtməklə qiraəti cəm etməsi. Yəni həm oxuyur, Quran oxuyur, həm də əlin həmin o ağrıyan yerə, yəni həmin o hansıdırsa ağrıyan yer, xəstə olan yer ora qoyur, ora nə deyir, əlini sürtür. Və bu da nə deyir? Bu da icazəlidir. Allah Rasulundan sallallahu aleyhi və səlləmdən gəlir. Ayşə radiyallahu anh deyir ki, Ən-Nəbiyyə Nəbiyyə sallallahu aleyhi və səlləm illəştəkə raqa nəfsəhu və məsəhə biyədihi. Deyir, Allah Rasulü sallallahu aleyhi və səlləm bir şeydən şikayət etdiyi zaman, yəni xəstələndiyi zaman özünü ruqiyyə edərdi və yəni, əlin özünə çəkərdi, yəni özünə sürtərdi. Yəni həmin o ağrıyan yerinə və yaxud da oxuyub əlin özünə sürtərdi. Və həmçinin də yəni, başqa hədislərdə də gəlir ki, Osman ibn Əbil As radiyallahu anh deyir ki, ya Rasulallah, inni əştəki məradan mundu əsləmt. Fəəmərəhun Nəbi sallallahu aleyhi və səlləm ən yəda'a yədəhu aləl məkənil musab, thumma yəqul bismillahi thələthən, thumma yəqul səb'ən, əuzu bi'izzətillahi və qudratihi min şərri mə əcid və uhadir. Orada da gəlir ki, Osman ibn Əbil As radiyallahu anh deyir ki, dedim, ey Allahın elçisi, mən İslama girdiyimdən bəri bir xəstəlikdən şikayət edirəm, mən bir xəstəlikdən əziyyət çəkirəm. Və Allah Rasulü sallallahu aleyhi və səlləm onu əmr edir, həmin əlin, həmin o yəni, xəstəlik olan yerə qoymasın və 3 dəfə Bismillah deməsin və sonra 7 dəfə bu duanı Əuzu bi'izzətillahi və qudratihi min şərri mə əcid və uhadir. Yəni, əziyyət çəkdiyim və həzir etdiyim bu şeydən Allahın izzətinə və qüdrətinə sığınıram. Bunu 7 dəfə deməsini Allah Rasulü sallallahu aleyhi və səlləm ona əmr edir. Və dördüncü ruqiyyanın forması su ilə. Yəni, ruqiyyə oxunur, suya ruqiyyə oxunur və sonra həmin sudan içilir və yaxud da onunla yuyulur və yaxud da həmin o yerə çəkilir, həmin o yer yuyulur. Bu da nədir? Bu da icazəli olan növdür, yəni həmin o suya oxunması da və hədisdə də gəlir, hansı ki, Şeyx Alban Rahmanullah həmin hədisi səhihləşdirib və digər yəni, alimlər həmin hədisi səhihləşdiriblər. Əli radiyallahu anhdan gəlir ki, Ən-Nəbiyyə sallallahu aleyhi və səlləm kənə yusalli fəludiqa min əqrab fəkənə minhu sallallahu aleyhi və səlləm bə'də zəlikə ən ətə biməin və milhin fəkənə yəqrav alə hədəl məi və yəmsəhu min hədəl məi və milh. Əli radiyallahu anhdan gəlir ki, Əli radiyallahu anh deyir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm namaz qıldığı zaman əqrəb onu sancır. Deyir, Allah Rasulü sallallahu aleyhi və səlləm bundan sonra bir su gətirilir və duz gətirilir. Allah Rasulü sallallahu aleyhi və səlləm o suya oxuyur, yəni o suya ruqiyyə eləyir, o suya oxuyur və sonra həmin o suyu ora sürtür, yəni və həmin duzdan o yerə sürtür. Və başqa hədisdə də nədir? Səbit ibn Qays ibn Şəmməs radiyallahu anh hədisində də gəlir, həmin bu suya oxunması gəlir və həmçinin sələflərdən də nədir? Ruqiyyə edərkən suya ruqiyyə oxumaları sələflərdən də varid olmuşdur. Sələflərdən də varid olmuşdur. Və barakallahu fikum, burada bir şey xatırlatmaq yaxşıdır. Yəni bu ruqiyyənin 4 forması idi. Bu ruqiyyənin 4 forması idi. Burada bir şey şeyx gətirir ki, yəni xatırlatmaq yaxşı olar ki, bəzən görürsən nədir? Günümüzdə ruqiyyə edən kəslər, yəni müxtəlif şəri olmayan yollarla ruqiyyə edirlər. Biri görürsən, misal üçün, deyir ki, internetdə səs yazısı var, nəyəsə var, deyir, əli qoyura, əli sonra üstüyə qoy. Yəni, bu cür ruqiyyə elə, misal üçün, səsin yazıb, ruqiyyə edəndir biri. İnternetdə səsin yazıb, deyir ki, filan ora qoy, əli də qoyura, üstlərinə qoy və özü ruqiyyə. Bu nədir? Gəlmir. Və yaxud da görürsən, nədir? Basen, yəni su çəninə nədir? Ruqiyyə oxuması nədir? Bunlar nədir? Gəlmir. Barakallahu fikum. Bu şeylər gəlmir. Hayırlı olsun. Həmçinin barakallahu fikum
bir də yadda saxlamaq lazımdır ki, şeyxlər də gətirir, alimlər də gətirir ki, yəni ən çox fayda verən ruqyə, ən gözəl fayda verən ruqyə insanın özünün özünə oxuduğu ruqyədir. Yəni insanın özünün ruqyə etməsidir. Yəni ən yaxşı ruqyə insanın özünün ruqyə etməsi. Çünki insan özünün ruqyə etdiyi zaman, yəni öz xəstəliyin bilir. Yəni biri var, başqası səni ruqyə edə, nə deyir? O sənin dərdini elə də bilmir, xəstəliyi elə də bilmir. Amma sən özün xəstəlikdən əziyyət çəkirsən. Yəni Allaha möhtacsan. Yəni sən nə desən, daha çox Allaha yönəlirsən, daha çox Allaha üst tutursan və Allahın qarşısında daha çox zəll olursan. Bu zaman nə deyir? Yəni həmin qulun özünün ruqyə etməsi bu nə deyir? Daha faydalıdır. Bu da nə deyir? Bu da daha faydalıdır. Və həmçinin görürsən bəzi insanlar var ki, deyir, yəni yalnız filankəs olmalıdır. Ruqyə edən məhz filankəs olmalıdır. Bu da nə deyir? Bu da nə deyir? Həmin o ruqyə olunan kəsin nə deyir? Təvəkkülündə zəifçilikdir. Və həmçinin alimlər deyirlər ki, ruqyə nəzr bu üç şey, əgər ruqyədə bu üç şey cəm olarsa, o zaman ruqyə daha faydalı olur. Ruqyədə bu üç şey cəm olarsa, o zaman ruqyə daha faydalı olur. Birincisi, sidqur raqi, yaqinul mərqi, sihhatul mərqi bih. Deyir, birinci, ruqyə edənin doğruluğu, sadiqliyi. Birincisi, ruqyə edənin sadiqliyi. İkincisi, ruqyə olunanın yəqinliyi. Yəni, yəqin olmalı ki, nə deyir? Allah subhanahu ta'ala ona şəfa verir. Və üçüncüsü də ruqyə edilən o şeyin doğru olması. Yəni, şəri yolla ruqyə olması. Bir, ruqyə edənin sadiq olması, doğru olması, yəni ixlaslı olması və digər. Və ikincisi, ruqyə olunan kəsin yəqin olması, Allahdan bilinməsi ki, yəni Allah subhanahu ta'ala şəfa verir. Və üçüncüsü də olunan ruqyə forması ki var, onun doğru olması. Və bu üçü cəm olduğu zaman Allahın izni ilə nədir? Ruqyə fayda verir. Bunun üçün də alimlər deyirlər ki, barakallahu fikum, ruqyə edən şəxs ki var, ruqyə edən şəxs özü nədir? Təqvalı, Allahdan qorxan şəxs olmalı. Yəni, ruqyə edən şəxsin özü də nədir? Təqvalı olmalı. Yəni, görürsən, bəzən insan var, ruqyə edir, məşhurdur, insanları ruqyə edir və görürsən, buna görə də nədir? Müəyyən məbləğdir, amma görürsən, Quran-ı Kərimi düzgün oxumur. Yəni, nədir? Bunlar nədir? Bunlar doğru düzgün olmayan şeylər. Yəni, Allahın kəlamını doğru düzgün oxumadığı halda, sən necə ruqyə edə bilirsən ki, barakallahu fikum. Və alimlər buna deyirlər ki, bunu sanki bir qılınca bənzədirlər, iti qılınca və deyirlər ki, o iti qılınc o zaman daha da kəskin olur ki, onu vuran əl də nədir? Yəni, qüvvətli olsun. Yəni, əgər qılınc iti olarsa, lakin onu vuran əl güclü olmazsa, o zaman həmin qılınc fayda verməz. Və həmçinin deyirlər ki, o zaman o vurulan yerdə onu qəbul etməlidir. Biri var ki, həmin qılınc kəskindir. Onu vuran qol da güclü olmalıdır. Və üstəlik o vurulan yerdə onu qəbul etməli. Yəni, qaya parçasına sən o qılıncla vursan, nə deyir? Qılınc parçalanıb gedəcək. Onu qəbul etməyəcək. Yəni, həmin o ruqyə olunan kəs də nə etməlidir? Özü də nə deyir? Yəqin olmalıdır, bunu qəbul etməlidir. Allah subhanahu ta'ala bizləri müvəffəq etsin. Ona görə də Allah sizlərə bərəkət versin. Yəni, bu şeylər olanda, ən birinci, yəni nədir? İnsana hər hansısa bir xəstəlik baş verəndə, insana hər hansısa bir bu cür şeylər baş verəndə, yəni başqa şeylərə yox, ən birinci elə özün ruqyə etməsi və sonra əgər özü bacarmırsa, edə bilmirsə, yəni yanında, yaxınlığında olan qardaşlardan, yəni ruqyə etməyə bacaran qardaşlardan nədir? Ona ruqyə etməsində də problem yoxdur. Və Allah daha doğrusunu bilir. Subhanəkallahumma bihamdikə əşhədu en la ilahə illə ente estəğfiruka və etûbü ilayk.